Salam dostlar. Bəs li avtomobili alanda ilk addımlar nələr olmalıdır? Bu avtomobilə ilk öncə sim kart quraşdırmaq lazımdır. Sim kart quraşdırıldığı halda bu avtomobilin həm interneti olacaq, həm də ki bunun yenilənmələri gələcək. Ona görə də birinci iş sim kart quraşdırmaqdır. İkinci məsələ isə bura video nəzarətçinin tam işləməsi üçün bura bir flaşka qoymaq lazımdır. Buna diqqət eləmək lazımdır ki, o çox keyfiyyətli olsun. Birincisi, həm yazılar normal olaraq geçsin, videoları siz baxa biləsiniz. İkincisi də ki, o qıza bilir. Onun biraz belə deyək də həcmlisi lazımdır ki, qızanda o hissini ötürə bilsin. Çünki siz burada Sentry Mode deyilən bir modu aktivləşdirməyiniz lazım gələcək ki, onu aktivləşdirdikdə siz avtomobili qoyub getdikdən sonra yanında olan hadisələr də keçəcək. Və bunu etməyi mənə belə deyək də, qonşunun birinin mənim avtomobilimi vurub sonradan səsini çıxartmamasının səbəbini mənə verdi. Mən bildim ki, avtomobilimi kim vurub. Bu avtomobillər üçün bu ən vacib şeylərdən biridir. Qalan hansı nizamlamaları etmək lazımdır? Mən o haqda gələn dəfə danışaram.